ayında telegrama geldi mənə ki, və təcili gəl Mədəniyyət Nazirliyinə. Nəsə getdim Nazirliyə, girdim Hidayət müəllim qəbuluna, gəldim, dedim, hə. Dedi ki, bəs səni Əlbayramlıya göndərir direktor. Əlbayramda böyük şəhərdə, deməli nə olar? Səhər gəldindən sənin əmri verək gedilən Əlbayramlıya. Nəysə, səhəri getdim Mədəniyyət Nazirliyinə, girdim Hidayət müəllimin qəbuluna. Dedi ki, gedək, nazir gəldi, bəs demişəm bir-birini, deyik ki, gələn kimi götür gəl. Getdim, girdim içeri gördüm, bir yaxşı samballı bir kişi oturup, nazir de oturup orada, nazirin yanında oturup bu. Salam verdim, aleyküm, gel valla gel. Geldim yanına. Deyir, səni Əlbayramlıya gönderir, bilirsən də. Dedim ki, razıyam, bəli, bilirlər. O adam, oturan adam dedi ki, hara gönderirsiniz? Hardan gəlib ki bu? Hidayət müəllim dedi ki, bu şəkildə Tefrikomda işləyib, zavod. Bəs xahiş edib, ərzə verim ki, səhhətimlə əlaqədar mənim yerimi dəyişir. İndi bunu Əlbayramın direktorunu çıxartmışıq. Bunu orada direktor deyək ki, pişmiş kadrdır bu, işi bilir. Xahiş edirəm, bunu verin bizə. Bir bəs Kürdəmirdə musiqi məktəbi açır. Bunu verin Kürdəmirə musiqi məktəbində direktor.